ilk önce onu diyeyim. Ev arasında, mülk arasında olan bütün bacı kardeşlerimize Allah'tan istediği ev inşallah kısmet etsin. Değerli izleyicilerim, satışımız aradan, bu zonadan, Ayda Park'ın yanından bir tane böyle güzel bağ ev mısım satışa. Evin 4 fəslini yaşamak için çok əlverişlidir, çok süper bir yerdedir. Havası temiz, ana yoldan ikinci ev. 4 sotun içinde 4 otaq, 135 kvadrat paket kupçalı. Bütün kanallar da ki qaydasında. Yeri yurda idealdır. Məktəbdir, bağçadır, marşrut xətləri, dükanı, bazarı, albalı market hamısı düz yanında. Yaxınında hardasa bir 600-700 metr məsafədə. Başlayaq heyetimizin təqdimatından. Değerli izləyənlər, portdan idarə olunan jaluzi qapımız. Sonra burada çöldə bir sanitar qoşağımız var. Göstərim sizlərə. Bir de saxlanıc otağımız var. Burada bizim söhbətgahımız, mangalimiz yerleşir orada değerli izləyənlər. Filtrli hovuzumuz, kobrası, sol taraf yaşıl zona. Evimizin de her tarafını keçmək üçün yeri var. Keçmək mümkündür. Burada da girəcəkdir belə verandası. Mətbəxdən də bura çıxış. Bura lap istəyib cam balkon da eləmək olar, belə bağlamaq da olar, açıqda saxlamaq olar. Çox idealdır, çox səliqəli, çox gözəl həqiqətən. Qiyməti ki, çox gözəl qiymətdir. Başlayalım inşallah. Evimizin içində mən sizləri tanış edeyim, dəyərli izləyicilər. Deməli, dəyərli izləyicilər, bura girəcəkdir koridorda. Sadəcə evin işığını yandırıb bilmədim. Bilmədim, çöldən sönüb, aradan sönüb, yəni çöldən söndürüblər. Onu vurğulayım ki, kamera sistemində kimi var. Göstərim sizlərə. Görün, dəyərli izləyicilər. Kamera sistemi yığılıb, yer istip oldu. Amma gözəl işıqlandırması var buranın. Burada sağda mətbəximiz, buradan verəndə çıxışımız da var. Düzdür, biraz qaranlıq görürsəniz. Burada bizim qonaq otağımız. Allah xeyir versin, həqiqətən maşallah olsun. Bu bir yataq otağı, dəyərli izləyicilər. Bu ikinci bir yataq otağı. Bütün otaqlar işıqlıdır. Bu da ümumi hamam otağı. Onu göstərim sizlərə. Bu da üçüncü bir yataq otağı. Bunun daxilində də hamam otağı var. Belə deyək də valideyn otağı. Kimə maraqlıdırsa, inşallah səhifədə olan nömrələrdən əlaqə saxlasın. Gəlsin yerindəcə baxsın, halallaşsın, qiymət çox münasibdir. Sonunda da nömrələrimizi qeyd edək. 055 284 66 60 099 233 11 77. Nə adına satmaq istəsəniz bu nömrələrdə əlaqə saxlayın.